Peygamber sallallahu aleyhi ve sellem bir hadiste buyurmuştur ki, yer üzerinde en temiz olan yerler mescidlerdir ve yer üzerinde en çirkin olan yerler ise bazarlardır. Ve buyurmuştur ki, sizlerden kim bazara girerse bu duanı okusun. Məsləhətdir ki, sünnətdir ki, insan bazara girərkən, bazarlığının yanından keçərkən bu duanı oxusun. Çox təəssüflər olsun ki, bəzi insanlar vardır ki, özəlliklə namaz qılanlar vardır ki, neçə illərdir ticarətlə məşğul olurlar. Yəni bu duanı heç bilmirlər, əzbər bilmirlər və bazara girərkən bu duanı oxumurlar. İstər namaz qılan olsun, istər namaz qılmayan olsun, fərq yoxdur. İnsan bazara girərkən, bazarlığının yaxından keçərkən bu duanı oxusun. Çox qısa bir duadır. Dua belədir. La ilahe illallah vəhdehu la şərikə ləh. Ləhul mulku və ləhul həmd. Yuhyi və yumitu və huvə hayyun la yamutu biyədihil xayr və huvə alə kulli şeyin qadir. İnşallah hər bir insan bu duanı əzbərləsin və bazara girərkən bu duanı oxusun. Orada olan fitnələrdən, fəsadlardan qorunmuş olar. Allah bizləri Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə əməl edən